Bayraq, milli qürurun cismani rəmzidir. Bayraq, rənglərin, yazıların və ya şəkillərin dördkünc parça üzərində məntiqli düzülüşə qədər sadə mənanı ishar etmir. Bayraq, insanın ruhu üşüyəndə bürünə biləcəyi parçadır. Vətənin parçası. Hansı ki, onu parçalamaq nədir? Heç toxunmaq olmaz. Bayraq cansızdır, amma hərəkətdədir, dalğalanır. Onun dinləməyi sevdiyi musiqisi var. Adı da dövlət himnidir. Bizə qürur yaşadan bayrağı fərəhləndirmək, dalğalarını əzəmətləndirmək üçün qələbə çalmaq lazım olur ki, himn də çalınsın. Bayraq hər soydaşa, vətəndaşa, xalqa və dövlətə mənsubdur. Onun qarşısında baş əymək azdır. Onun qarşısında papaq başdan düşəcək qədər başı qaldırmağı da bacarmaq lazımdır. Bunun üçünsə o çox hündürdə olmalıdır. Necə ki, Azərbaycan bayrağı ən hündürdən dalğalanan bayraq kimi çox vüqarlı görünür. 20.000 kvadrat metr ərazisi olan Dövlət Bayraq Meydanında ucaldılmış dayağın hündürlüyü 162 metr, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,9 metrdir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadrat metr, kütləsi isə təqribən 350 kiloqramdır. Guinness Dünya Rekordları Təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib. Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Meydanda dövlət bayrağı muzeydə yaradılıb.